Qadın da bilir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub hədisdə: "İzə sallatil mar'atu xamsəha", əgər qadın 5 namazını qılarsa, və samət şəhraha, bir ay orucunu tutarsa, Ramazan orucunu tutarsa, və hafizat fərcəhə, və ayıb yerini qoruyarsa, və əta'at zəvcəhə, ərinə itaat edərsə, ona deyirlər ki, udxulil cənnətə min eyyi əbvabil cənnəti şi'ti. Cənnətə daxil ol, hansı qapısından istəyirsənsə, cənnətin hansı qapısından istəyirsən, daxil ol. Və qadın, yəni bu dəlillər əsasında, hədislərlə Rəbbinin cəzasından, qəzəbindən qorxur. Əgər ərinə asi olarsa. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, hədisdə: "Əşəddun nasi adaben yevmel qiyamete ithnani." Qiyamət günü insanlar içərisində ən şiddətli əzaba düşər olanlar iki sinif insandır. İmraatun asat zəvcəhə, birincisi ərinə asi olan qadın, və imamun əmmə qavmən və hum ləhu kərihun, və ikincisi də imam, hansı ki insanlara bir qövmə imamlıq edir, onlar da onu istəmirlər. Və qadın, müsəlman qadın ərinə itaətə yönəlir və asilikdən də qorxur. Çünki Allahın savabını umur və Allahın cəzasından qorxur ona görə.